Hər bir vətəndaşın e, hər bir vətəndaşın təhsil alma hüququ vardır. Sonra icbari ümumi orta təhsil, pulsuz icbari ümumi orta təhsil alma hüququ vardır. Minimum dövlət standartlarına dövlət nəzarət edir. Doğrudur. Biri qaldı, yox, ikisi qaldı. Təhsil sisteminə Yəni maddi imkanı olmayan istedadlı şəxslərin də dərsini davam etdirməsinə dövlət nəzarət edir. bir də ümumiyyətlə təhsil sisteminə dövlət nəzarət edir. Bunu bəzən testlərdə işləyəndə müəllimlər görmüsünüz. Dövlət yerinə müəllim yazırlar çaşdırmaq üçün. Biraz diqqətli olun bunları işləyəndə. Yaxşı, sağ olun müəllimə. Günel müəllimə bizə desin, təhsilin hansı formaları var? Müəllimə, təhsilin 3 forması var idi. Formal, informal, qeyri-formal, informal. Formal təhsildə axırda dövlət sənəd verirdi. Qeyri-formalda dövlət tərəfindən yəni müəllim yanına gedir, kurslara gedir, yəni dövlət sənədi verilmir. İnformalda da yəni öz yanından araşdırır, axtarır, özü tapır, oxuyur. Bəli, müstəqil öyrənir. Doğrudur. Bəli, müstəqil öyrənir. Yaxşı. Xanım müəllimə bizə desin. Səsləri bağlayın zəhmət olmasa. Xanım müəllimə təhsil alma formaları hansılardır? Aşağıdakı təhsil alma formaları var. Əyani, qiyabi, distant, bir də sərbəst, yəni eksternal təhsil alma formaları vardır. Yaxşı. Bunlar da Mən sual verim müəllimə, gözləyin. Deməli, hansı təhsil alma formasıdır ki, müəllimlə şagird eyni məkanda olmur, məsafədən tədris olunur? distant. Yaxşı. Müxtəlif səbəblərdən təhsildən kənarda qalmış şagirdlər üçün aparılan təhsil formasıdır desəm? Eksternal. Doğrudur. Bu eksternatda iki cürdür. Biri var ki, uzun müddət təhsildən kənarda qalan şagirdlər üçündür. Bir də var ki, vaxtından əvvəl şagird, misal üçün 5-ci sinifdə oxuyur, 7-yə deməli, biliklərə, bacarıqlara yiyələnib 7-ci sinifə davam edə bilər. Yaxşı, bunlardan da əlavə evdə və stasionar, həmçinin fərdi təhsil alma formalarından da istifadə olunur. Onların nə olduğunu izah dinləmişsiniz də yəqin ki. Bizə desin, Əminə müəllimə. Müəllim təhsili. Evdə təhsil nədir? Evdə təhsil. Hər vaxtınız xeyir müəlliməm. Müəllim, fərdi təhsil, stasionar təhsil. Evdə təhsil. İndi evdə təhsil deyəndə nə başa düşürsünüz? Sağlamlıqla əlaqədar deyil müəllim. Bəli, sağlamlıqlı məhdud olan şagirdlər üçün təşkil olunan təhsil alma formasıdır. Doğrudur. Bəs stasionar nədir? Sərfinaz müəllimə desin. O da müəllimə 21 gündən artıq dərs alarsa da. Bəli. Yəni 21 gündən artıq müalicə alarsa hər hansı müəssisədə, səhiyyədə, deməli ona görə bəli, xəstəxanada təşkil olunan təhsil alma formasıdır. Yaxşı. İndi Sərfinaz müəllimə siz deyin, fərdi təhsil alma forması nədir? Fərdi təhsil alma forması odur ki, yəni hər hansı bir uşaq məktəbə getmək istəmədikdə, yəni məktəbi sevmir, məktəbdən çəkindiyi halda, yəni onun üçün evdə, yəni fərdi şəkildə dərs qurulur. Bəli, dərs təşkil olunur. Xüsusi istedadı olan şagirdlər üçün də hər hansı bir istedadı varsa, o uşaqlar üçün də ayrıca təşkil olunan dərs qurulur. Yəni onların istedadı üzrə çıxarılır, yəni belə. Doğrudur müəllimə, sağ olun. Sonra bizə desin, deməli Səbiyyə müəllimə, təhsilin pillələri hansılardır? Təhsilin pillələri müəllimə, məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil. Ay, sağ olun. Məktəbə qədər təhsilin
səviyyələri hansı yaş aralıqlarını əhatə edir? Məktəbə qədər 3 yaş. 5 yaşa qədər. 0-3 bir səviyyədir. 3-dən 5-ə qədər də yerdən danışmıyorum müəllimlər. Deməli, iki səviyyəsi var. 0-3 yaş aralığı birincidir. 3-5 yaş aralığı da səviyyə müəllimə ikincidir. Ümumi təhsilin hansı səviyyələri var? Mən deyim, cavab mənim. Bəli, bunu deyin. Məktəbə hazırlıq səviyyəsi var. İbtidai, ümumi orta təhsil, bir də